Ümmülbənin Hüseyninə Əbbas bəsləyib, Əbbası bəsləyən ananın iftixarı var. Dörd oğluna deyərdi həmişə o xoş məram, hər dördüzü Hüseynimə mən vermişəm qulam. Dörd oğluna deyərdi həmişə o xoş məram, hər dördüzü Hüseynimə mən vermişəm qulam. Cənab Ustad yazdan üstəm söhbət buyurdular. Mən bir yerdə gördüm, o ki karvan qaydı, nə mərahillər orada, Bəşir gəlir, güzarış verir. Hərə öz istədi ki, soruşay, bəli, bunlar dəqiqən hətmidir, olubdur. Burada hamız bilirsiniz, əhli rövzə, əhli elm, məxsusən üləma-i əlam bağışlasın. Mən bir yerdə oxuyordum. Əgər iştibat etsəm, siz təhsih vurarsınız. Əllamə Şeyx Əbdullah Mamaqanı var. Məməqanı ya, Mamaqanı. Mamaqanı, bəli. Onu mən gördüm ki, xanımın o qədər, xanımın Mülbəninin imamətə, nə tənha İmam Hüseynə yox, imamətə, imani, mərifəti, şinaxtı yuxarı idi. Oradakı gəli ağa büzür buyurdular, mən büzür gördüm ki, dedi ki, Bəşir mənə balam Hüseyndən xəbər ver. Bəşir dedi ki, xanım başın sağ ola. Ki, ağa buyurdu, balaları öldürdülər, balaların şəhid oldu. Yala bir və bir ad gətirdi, mən bilməyəm. Sonra dedi ki, Bəşir mənə Hüseynimdən mi xəbər? Dedi, xanım başın sağ olsun. Balaları şəhid elədilər. 2-3 dəfə soruşandan sonra ki, ağa da ərəbisini oxudular. Dedi, mənim balalarım köyün altında, yerin üstündə hər nə mənə var, hamısı qurban olsun. Allah'ım Hüseyin, hətta bu xitab eləyir ki, Bəşir, sən mənim ürəyimin bəndin qırdın. Belə bir xanım imiş, xanım Mülbəni. 4 dənə bala yollayıbdı. Əslən İmam Hüseynin yanında onlar hesaba salınıyor. Belə bir xanım idi. 4 oğluna həmişə deyərdi, xoş məram, hər dördüzü Hüseynimə mən vermişəm qulam. Zeynəbdən etdi Kərbəla səhnəsini sual, şöylə çəkən zamanda qızım, atəşi qital. Əbbas Hüseynə etdi nə əndazədir kömək. Tərif elə qızım, nə qədər eylədi cidal. Çünki balasının tanı idi, şinaxtı var idi. Qızım, heç kimsə rübəru ola bilməzdi oğluma. Dəysin yara. Dəysin yara qabaqdan ona, əmridir, məhal. Ustad buyurdular, bəzi sözlər gəlib çatmışdı, eşitmişdilər. Düzdür, bu zaman kimi deyildi. Telefon yox, Instagram yox, WhatsApp yox, amma xəbərlər gəlib çatıydı. Gizlətmə, söhbət eylə neystan sözüm mənə, orada eşitmişəm balama 100 verib məla. Gizlətmə, söhbət eylə, neystan sözüm mənə, orada eşitmişəm balama 100 verib məlal. Zeynəb dedi, nənə sözü vazih deyəmmərəm, vazih desəm olar, sən üçün mayi xiyal. Amma bu əndazə deyə biləm, var həqqi boynumuzda, əvvəl fəzlübün ana, iməndə saxlamışdı bizi ol vəfa. Xisal, anacan, Nəhr-i Fərat yandik, Hüseynsiz su içmədik. Nəhr-i Fərat yandik,
Hüseyinsiz su içmedik, etsin bulen mertebesin hey Zülcelal. Məni ağladan budik, razıydı gözlerin vere, meşkinde su qala. Əfsus Kufe ehli ona vermedi mecal. Ümmül benin hazayla şerik, şehit kardeşi ve takdim olsun kullu şühedalerle. Ümmül benin derç eleyen de bu söhbeti, ay genci azizim meddahlar. Bir yol dedi oğul, sütümü eyledim helal. Lenin ölsün ay bala. Aman 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 Ümmül benin derç eleyende bu söhbeti, bir yol dedi oğul, sütümü eyledim helal. Bunu beter beğenlen, ruhu şad olsun aziyen verin. Senden bacın rızayet edir, mən de razıyam bala. Senden bacın rızayet edir, mən de razıyam. Yaxşı olur. Bəh, ruhu ve kurban Üstad Ənvər, ruhu ve kurban aya Bəlfəz, ay qeyrətli ağa. Senden bacın rızayet edir, mən de razıyam. Yaxşı yol eder anasın sahibi Celal. Koy yasr behlik şehirde yalqız desin mənə, düşmənlərim görəndə oğulsuz desin mənə. Tazindiyəm şəhamətü ağlaram sənine, yanaram. Oğul tazindiyəm şəhamətüə ağlaram sənin. Sübh-ü məsa deyanətüə ağlaram sənin. Mihrabı ben düşenden gözüm mavqe namaz bileysen neynerem bala. Tekbir ve ibadeti ağlara senin yandım ay bala. Ama üstü vermem üstü. Üstü. Allahu Ekber, Allahu Ekber. Görsen biri şücaetle merkebin sapır. Görsen biri şücaetle merkebin sapır. Yade salıp şücaeti ve ağlaram seni. Evvel pes yandırmaram sərağımı vaxtı qurubide. Başsız qalan imareti ve ağlaram sənin. Dedi. Bunu tamam mərzlərin şəfasını oxuyam. Allah be haqqı xanım Ümmülbənin hamı mərzlərə şəfa verir inşallah. Bətər be qolun iskili dürək yandırandı. Oğul hər bir yaralının yarasın bağla
bağlasa təbib, mən ki Kərbəladan olmadım bala. Hər bir yaralının yarasın bağlasa təbib, bağlanmayan zərahəti ağlara. Sənin nənədüleydi bala, yandım ay bala. Aman, 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 aman. Canım, canım. Be, yadıma saldınız, eviniz abad olsun. Mehdi Candadaş, vaxtimiz 3-4 dəqiqə qalır. Mən bir iki dənə də oxuyam, təşrif çətin. Bir cümlə və eşqi xanım Ümmülbənin özün buyurursan, xanımdan oxusun. Təşrif çətir o. Mənsurla Mehdi yadıma saldı. Bu beyt Həsən Cənay Əlizadə, lap qiyamətdir. Mən bir ayrı söz oxuyacaqdım, mən bu heyfim gəldi. Üçün oxunmamışdı Hacı Ənvərin bu gözəl və qolu əş'ar-ı aşurayısı bu gecə oxunmuyor. Qiyamət eləyib, qiyamət eləyib, hər yerdə qiyamət eləyib. Məxsusən bu beyti vaqən şahkardır. Oğul, oğul, şərməndə yatmışsan, şərməndə yatmışsan, balanca qəbirdə oğul, şərməndə yatmışsan, balanca qəbirdə oğul, su görəcəkin xəcaləti ağlara. Sənin yaralı balam aman. Kam. Yandırmaram çərağımı vaxtı qurubdə. Oğul yaralı bala, şərməndə canı və nənin qurbanı əbəl. Yandırmaram çərağımı vaxtı qurubdə. Başsız qalan imarət və ağlaram sənin bana. Biləysən neynərəmə bəlməz, Allah'ım qucağa oğlumu gül misli ilərəm bana. Tapşırdığın əmanət və ağlaram sənin bana. Ay bana. Ustadımdan, bözümden öğreşmişim. Takdim eləyəm inşallah qəbristanı bəqiydə. Xanım çox ağlardı, əllərin qoyardı rəyinin boycuna. Baxar deyə bəlfəzini boş qalan yer. Bilməm bu bəlalər niyə oğlum mənə gəldi bana. Mərdum məni hər yerdə görüb şeyvənə gəldi. Səslüllə verir yol ki oğlusun nənə gəldi bana. Əbəlbəz, əbəlbəz. Ey kaş yanan qəlbimi qan eyləməsinlər. Ey kaş mənə ümmü bənin day deməsinlər. Ay bana. Ey vay bana. Əhsən, ey xanım Ümmülbənin, ey borc iffət, əxtəri, məfxər nisran aləm, mürtəzanın həmsəri. Bir zaman Yəsribdə adlandın, oğullar madəri. Ey oğul sütcan verən madər, səlam olsun sənə.
Ey oğulsuz can verən madər, səlam olsun sənə. Allah inşallah hamımıza cəzayı xeyir versin. Ve hürmeti qalbi dağdar Həzrət Ümmülbənin salamullah əleyha bu cəmin hər nə mənə həvaici olsa, hər nə mənə hacətiz olsa inşallah balası Əbəlfəzin o qət olan əlləri ilə inşallah hacətimizi rəva və əda eləsin inşallah. Xob hududən can çəşm. Xob acaylə şəri çox narahatdılar da, gözündə yaş həlqə vırıbdı, mərzləri vardı. Sisiyodadılar, ICU-dadılar, Allah yanında veriyor. Xanım Suqranın o intizar gözlərinə ki, bugünkü günlər ilə Mədinə günləridir. Düzdür, xanım Zəhra bəstərə düşübdü, amma karvan təzə qayıdıbdır Mədiniyə. Ay Abbasi oxudular ki, Ustad Ənvərin o şeirin, bəli, hər gün bir evdə quya, ləxərər özə qoyarmışlar, ağlarmışdılar, dövrü həmsəm olarmışlar. Bəli, Mədinə günləridir. Mənim rəyim istəyirdi bu gecə xanım Rubab oxunsun. Amma üçün Hacı Mehdiyozu əmr elədi, dəsturun itaət elədik. Xanım Suqradə bugünkü günlər biləxərə Əli Əkbərə oxşay ağlayır. Bir müddət gözü yolda qaldı xanım. Belə deydi ki, Əli fəllək apardı şəhridən ürəyimin dayaqların. Fəllək apardı şəhridən ürəyimin dayaqların. Bu namət satsa cəm elə qəbilənin uşaqların. Mənim ki çatmıyor əlim, öp ərsqərin dodaqların. Mənim ki çatmıyor əlim, qardaş, öp ərsqərin dodaqların. Dil atsa yat cəvabı də, o mahparə Əkbər. Mənsur, sən də o bir cümlən vardı. Ay Qəffar'dan. Onu bir cümlə oxuyucunan vay, Hacıyağa leşkərinin halına xatir. Bəlkə Allah inşallah sənin oxumağı və bu gözəl insanların biləxərə burada huzurlarına xatir. Şayət biz deyə bilmiyoruz, hərini öz əlindədir. İnşallah bu gecə o mərizəli rahi çarı oldu. O bir cümlə oxuyuyor. Sızıldıyor ürəcim bir təbibəm ay qardaş. Sızıldıyor ürəcim bir təbibəm ay qardaş. Gülün xəzan aparan əndəlibə ay qardaş. Gəl ardasan vətənimdə qəribə ay qardaş. Eyvah.